Esselamu Aleyküm değerli izləyicilərimiz. Çox gözəl yerdə, həqiqətən də ən çox axtarılan ərazidə, Balakan rayonunda, düz belə deyək ki, xəstəxananın qarşısında, Aspetrolun arxa tərəfində qəşəng 5 sot torpaqdan həyət evi satılır. Yəni həyətin harasına baxsan evdir. Qurtarmır ev, maşallah. Kiraya da verə bilərsən və istədiyin kimi də istifadə edə bilərsən. Belə göstərim, sağda bir dənə belə evdir. Solda bu yayda oturmaq üçün navesdir və ev kimi də istifadə etmək mümkündür. Girişdə belə bir dənə qəşəng talvarı var. Görün elə bir Ramazan meşəli idi. Bir ambar üzüm zat. Necə lazımdır, qəşəng daddır. Baxın, komporta salmağa. Hər şey müftə. Belə həyəti belə qəşəng belə kafeli var. Görün. Həyətdə qəşəngcənə, yəni süpürməyə, təmizləməyə qəşəng bir dənə belə kafeli, həyəti talvar və sağ tərəfdə evin qarşısında belə bir yayda oturmaq üçün navesi. Baxın, yer kafeldir. Və burada 5 tonluq su hövzəsi var. Yayda məsəl üçün istifadə etmək üçün qazı, suyu da burada görün, düzəldiblər. İstifadə etmək üçün, yemək bişirmək üçün Allahın izni ilə. Yəni belə xırda fırlayıram. Həyətdə də sanitar qovşağı var, mövcuddur, nəvəsə məxsus. Belə göstərim. Qiymət də bazar qiymətindən olduqda aşağıdır. Burada bilirsiniz ki, torpaqların bir sotu cəmi 6-7 mindir. Tək elə 35-40 min bunun torpağı eləyir. Amma qiymət deyəni deyəcəksiniz ki, niyə belə ucuz verir? Heç bir problem yoxsa səndər qaydasındadır. Burada sanitar qovşağı mövcuddur həyətdə. Və bu navəsə məxsus, belə göstərim. Otağa da gedəcəm, evə də gedəcəm. Axıra qədər baxın ki, qiymətdən xəbəriniz olsun. Elə kuxlanca girirəm. Daha hazır gəlmişəm. Yolumuzu uzatmayaq. Girişdə belə bir dənə mətbəx, navesdə. Evdə hamısı yox, bəzi əşyalar qalacaq. Bəzi yüngülvari əşyalar qalacaq. Burada oturmaq üçün navesdə belə bir dənə salonu, qaz, su, işıq, internet mövcuddur və ən əsası mən bir şey demək istəyirəm. Navesdə plus sistemi göstərəcəyim evdə kombi sisteminə təchiz olunubdur. İsitmə sistemi kombidir. Yəni yayda isitməyə problem yoxdur qəti şəkildə. Bu başında bir dənə otaq. İndi qaranlıqdır. Şeydir. Baxın, yandırmağa yeri yox tapmadım. Nəysə. Baxın, belə bir dənə otaq, geniş otaqdır. Bax, otaqları boldur. Həqiqətən navest olsa, bildiyin ev kimi istifadə eləməyə tam şəkildə uyğundur. Burada bir dənə otaq var. Baxın, bunu gəlib mənə tavan eşidilməz nə aşağıdır. Bura çünki navest oldu əvvəl. Baxın, bura navest olub. İndi otağa çeviriblər. İndi girim inşallah evin üzərinə. Üzərinə idi, evin içinə. Baxın, heç bir montaj yoxdur, videoda kəsilmə yoxdur. Olduğu kimi sadə şəkildə paylaşıram. Sizə göstərirəm, gedək evin içərisində inşallah. Girək indi evin içərisinə, belə göstərim. Girişində belə bir dənə dəhlizdir, belə göstərim. Baxın, yer, kafel. Burada əl yumaq üçün moykası var. Uvanik deyək də, belə el arasında. Belə göstərim, baxın. Plus, burada bir dənə oturma otağıdır. Gördüyünüz kimi. Oturma otağıdır qəşəngcənə. Belə fırlayım. Qiymət də olduqca çox münasibdir. Xahiş edirəm, axıra qədər baxın ki, qiymətdən xəbəriniz olsun. Burada bir dənə otaq. Belə göstərirəm. Yəni, polnu hal-hazırda tam olaraq yaşayışa uyğun bir evdir. Yəni, elə bir ki, 2 dənə ev satsa çıxarmışam da, mən belə deyim sizə. Düzdür, bir balaca gəzdirmək lazımdır. Bir balaca. Baxın, belə göstərim, bu da digər otaqdır. Qiymət də olduqca çox ucuz olacaq inşallah. Belə göstərim. Bütün sənədlər qaydasındadır. Evin texniki baxışı nə qədər var. Bunu mən sizə deyim. Burada bir dənə otaq. Baxın. Boldur. Otaqlar maşallah boldur. Hara gəlirsən otaq çıxıyor bana. Burada bir dənə otaq. Belə göstərim. Yataq otağıdır. Baxın. Normalni. Buradakı əvvəl mətbəx kimi istifadə olunub. Amma bütün təchizatı yerindədir. Burada mətbəx kimi istifadə olunur. Bütün təchizatı yerindədir hal-hazırda. Baxın belə. Baxın kafelizadı. Bütün təchizat yerindədir. Məsəl üçün paltar maşını qoşmaq üçün, uvanik qoşmaq üçün, hər bir mebel qoşmaq üçün hər şey yerindədir. Belə göstərim. Buradakı evin içində sanitar qovşağı və sanuzeli.
Bax bura. Belə bu nə oldu? Bura deyirəm. Hə, baxın belə. Sanitar qovşağı və sanucelidir bu da, gördüyünüz kimi. Deməli, keçək əsas məsələyə. Əsas məsələ nədir? Deməli, buranın qiyməti cəmi 95.000 manata təklif olunur. Nəzərə alsaq ki, bura torpağın 1 sotu 6-7 mindir, 1 sotu. Tələ 35-40 min bunu torpaq eləyir. Və yenə deyirəm ki, əsas perspektivli yerdə olmağı, hər yerə yaxın olmağı və ən çox axtarılan və tələb olunan bir yerdə yerləşir. 95.000 manata təklif olunur. Təbii ki, qiymətdə reallıq olsa, qəşəng bir dənə qardaşınız öz əlindən çay dəmləyir, nə eləyir və qiymətdə şirin, xudmanı endirim eləyəcək. Yenə demək istəyirəm ki, düz xəstəxananın qarşısında, Aspetrolun arxa tərəfində qazı, suyu, işığı və isitmə sistemi kombi olan interneti də var. Ev satılır, həyatdan navəsindən bir yerdə, həm də navəsində yaşamaq mümkündür, ev kimi istifadə etmək mümkündür. Qiymət 95.000-ə təklif olunur. Allah malzə mülkünüzə bərəkət versin. Əssəlamu aleykum və rəhmətullah. Sağ olun, abunə olmağı unutmayın.